Pasiyentimiz 15 yaşda. Əyrilik dərəcəsi çox idi, qopbucağı, onurğa əyriliyi. Özüm belə inanmırdım ki, qabırğa deformasiyasını normal həddə gətirə biləcəm. Gövdənin burulmasını yerinə qaytara biləcəm. Bugün həm valideynin, həm mənim, həm də kollektivimin çox sevinçli bir günüdür. Çünki biz bir pasiyentimizi də əməliyyatdan xilas elədik. Hansı hara müraciət eləmişdisə də, hər yerdə əməliyyat deyilmişdi. Və mən özüm də neyrocərraha göndərmişdim. Neyrocərrah da əməliyyat demişdi. Bugün bizim hamımızın, bizim klinikanın ən sevinçli bir günüdür. Mən sizə təşəkkürümü bildirirəm ki, siz mənim dediklərimin hamısına riayət elədiniz və bütün məsləhətlərimi yerinə yetirdiniz. Mən bir də onun şahidi oldum ki, həkimin dediklərini kim yerinə yetirirsə və məsləhətlərini sonra bizdə 3 saat, 4 saat pasiyent olur. Evə döndükdə həkimin dediklərinin hamısını kim yerinə yetirirsə, ən böyük bucaqları belə normala gətirmək mümkündür. Mən sizi təbrik edirəm. Çox sağ olun. Yenə də xahiş edirəm, bütün məsləhətlərimə riayət eləyəsiniz ki, biz əldə etdiyimiz nəticəni əlimizdə saxlaya bilək. Çox sağ olun. Sizə böyük minnətdarlığımı bildirirəm ki, mənim uşağım əməliyyatdan xilas ediniz, əməliyyatsız müalicəsini elədiniz. Dərin təşəkkürümü bildirirəm doktor sizə. Sağ olun, çox sağ olun. Mənim uşağımda bel əyriliyi var idi. Neçə xəstəxanaya aparmışdım, həkimin yanına aparmışdım. Əməliyyat yazmışlar. İradə Hacıyev doktoru internetdə gördüm. Gəldim o bir onurğa tibb mərkəzinə. Sağ olsun İradə həkimdəki. Şükür olsun Allaha ki, indi hər şey öz yoluna düşür, öz qaydasına düşür. Müalicənin böyük effekti var. Əməliyyatdan uzaq, əməliyyatsız da hər şey qaydasına düşdü. Doktora dərin minnətdarlığımı bildirirəm. Kimin bu problemi varsa, buyurub gələ bilər. Məsləhət görərdim ki, İradə doktor yanına gələ bilər.